Davam edirik əziz tamaşaçılar. Deyəsən Şeki City ikinci qolu vurdu oyunun 11-ci dəqiqəsində. Daha doğrusu oyunun 13-cü dəqiqəsində. Və pressing indi gəlir. Daha saatlı görək. Neyniyəcək və qayda pozlu. Qayda pozulmuyor. Hakim deyir oynamaq olar. Və artıq oyunun bəli, oyunun 11-ci dəqiqəsində. Mən elə bildim oyunun 13-cü dəqiqəsində qol vurulub, amma xeyr. Bəli, 11-ci dəqiqədə hesab 2-0 oldu. Şeki City həqiqətən çox iddialı başlayıb çempionata. Və top qapının yanından keçir. Və artıq oyunun 12-ci dəqiqəsi gedir. 2-0 Şeki City'nin üstünlüyü var. Və bu küncdən zərbəsindən necə olacaq? Və gol! 3-0 Şeki City üstünlüyü artırır. Və artıq yəni ki maraqlı oyun izləyirik həqiqətən. Həm Xankəndi Quba oyununda da 4 qol qeyd alındı, amma bu oyunda deyəsən birinci hissədə dalbadal qollar izləyəcəyik. Və görək Azərbaycan 2-ci liqasında əsas sabah necə oyun olacaq. Ağdaş Şirvanı qonaq eləyəcək. Və ara saatlı indi pressingi artırır. Yəni Şeki City çox iddialı başlayıb ikinci liqaya. Həm birinci turda Akstafa gənclərini məğlub elədi, həm də yəni nə cür deyim, görək bu turda məğlub eləsə artıq 2 qələbəsi ola bilər və Şeki City'nin qolkiperi yerindədir. Artıq 13-cü dəqiqə ikonlaşır. Azərbaycan 2-ci liqasında. Görək. Azərbaycan Azərbaycan 2-ci liqasında görək nələr baş verəcək sabah. Azərbaycan derbisinə bağlanacağıq sabah saat 16:30-dan. Ağdaş Şirvanı qəbul eləyəcək, amma bu oyun da çox maraqlıdır. Out Şeki City'nindir. 14-cü dəqiqə gedir. Pressing. Və görək nə baş verəcək. İndi arası altlı da qızışıb. Müəyyən qədər. Yəni oyuna qədər sürətli gedir ki, mənim hətta dilim də arada bir sürüşür. Ona görə indidən üzr istəyirəm. Əgər mənfi bir dənə qusurumuz olarsa, ona görə indidən tamaşaçılardan, izləyicilərimizdən üzr istəyirəm. Ən əsasən də Şeki City heyətində Cavid İmamverdiyevi qeyd eləyə bilərəm. Çünki indi 4-cü qol gəlir deyəsən və penalti. 11 metrlik cərimə zərbəsi. Oyunun 15-ci dəqiqəsində görək Azərbaycan 2-ci liqasında bu oyun deyəsən darmadağınla yekunlaşacaq. Biraz düzdür. Yəni yayımda problemlər ola bilər. Yəni bizim yayımızda problem yoxdur. Yəqin müəyyən qədər problemlər olsa, yəni üzürlü sayın.
Və deyəsən 4-cü gol gəlir. Və görək Cavid İmamverdiyev gəlir və gol! 4-0. Darmadan qələbəyə izləyirik və Azərbaycan 2-ci liqasında bağlanış görüşündə bugünlük, yəni bağlanış görüşü deyirəm çünki sabah və birisi gün biz 2-ci liqanın daha 2 görüşünü yayımlamaq fikrimiz var və Aras Saatlı həqiqətən rəqibi düzgün analiz eləməyib, amma Şəkisi halal olsun ki Mais Həsənov Aras Saatlını düzgün analiz edib və out Aras Saatlının da artıq 17-ci dəqiqə gedir. Mən ən əsasən yəni həm nə cür deyim, 2-ci liqada ən çox Qaradağ Lokbatanın necə yəni inkişaf eləyib, təcrübə yığıb 1-ci liqaya qayıtmağını gözləyirəm. Mən bir də Füzuli komandasının yəni istəyərdim ki, 2-ci liqaya qayıtsın. Mən aldığım Aras Saatlı cəlmə zərbəsi vursun, sonra bunu nəzərinizə çatdıraram və top qapının yanından keçdim. Füzuli komandasının da istəyərdim ki, yəni 2-ci liqaya qayıtsın. Hətta Füzuli komandasının rəsmi Instagram hesabında belə bir məlumat yayılıb ki, bu mövsüm Azərbaycan Region Liqasının yəni iştirakçısı olacaq və komanda ən azından çalışacaq ki, yenidən 2-ci liqaya vəsiqə qazansın. Azərbaycan futboluna yenidən qayıtsın Füzulimiz. Artıq 18-ci dəqiqə ikonlaşır. Artıq oyunun 2də 1 hissəsi geridə qalıb. Və deyəsən qayda pozulub. Şəkisi haqqında onu deyə bilərəm ki, komanda həm Cavid İmamverdiyevlə güclənib, həm də yəni komanda baş məşqçi postuna Mais Həsənovu komandaya təyin edib. Onunla 1 il üstəgəl 1 illik müqavilə imzalanıb. Aras Saatlı da yəni müəyyən qədər yəni inkişafa doğru addımlayacaq, amma belə oyundan deyəsən inkişafa yox, yəni uçuruma komanda gedəcək. Çünki belə oyun yəni tərzi heç belə görsənmir. Düzdür, indi Şəhriyar Əliyevin dövründə görsənirdi, amma bu məsələn baş məşqçi, yeni gələn baş məşqçi ilə heç nə görsənmir. Həqiqətən. Və top qapının yanından keçdi. Küncdən zərbə. Və Aras Saatlı sağ tərəfimdədir. Şekisiti isə sol tərəfimdədir. Artıq birinci hissənin sonlarına doğru addımlayırıq. Oyunun 2də 1 hissəsi geridə qalmaq üzrədir. Mən ən çox yəni Aras Saatlının oyunu haqqında bunları deyə bilərdim ki, yəni keçən mövsüm Aras Saatlı Şəmkir oyunu həqiqətən çox maraqlı oldu. Həm yəni nə cür deyim, Aras Saatlı yəni Şəmkiri məğlub eləməyə bacardı. Həm də yəni ki Şəhriyar Əliyevin dövründə komanda çox iddialı oynayırdı. Sanki bu mövsüm komandanın oyun ruhu çöküb və sanki elə bil çempionatda yəni qalmaq üçün oynayacaq. Və deyəsən out olmalıdır. Artıq 21-ci dəqiqə gedir. Və oyunun artıq
Outla top oyuna daxil eləyəcək Şekisitin futbolçuları. Görək. Yəni mən ən çox deyə bilərəm ki, keçən ilki Araz saatlı ilə yəni bu ilki Araz saatlıdan heç bir fərq qalmayıb. Nə cür mənada heç bir fərq qalmayıb? Ona görə ki, çünki Şəhriyar Əliyevin dövründə komanda yaxşı oynayırdı. Yəni başa-baş mübarizə aparırdı. Hətta birinci liqada da məsələn komanda olanda belə yaxşı oynayırdı. Amma ikinci liqada da yəni onun dövründə əla oynayırdı. Yəni Şəmkiri məğlub eləmişdilər. Sonra Füzuli ilə 0-0-a qalmışdılar. Yəni belə baxanda yaxşı oynayırdı. Amma bu yeni gələn baş məşqçi 2 turdur ki məğlub olur, heç nə qazanmır. Artıq burada suallar ortaya gələcək ki, bu 2 tur ərzində məğlub olursa artıq 3-cü, 4-cü, 5-ci, 6-cı, yəni belə turlarda məğlubiyyətə doğru addımlayacaq. Yəni onsuz da komandanın ən çox məğlubiyyətsizlik seriyası Araz saatlıya yəni məxsusu idi, amma Araz saatlıda məğlubiyyətə doğru addımlayır. İndi Şekisi təks hücuma gedir. 4-0 öndədir komanda. Və top meydanı tərk edir. Out Şekisi'nin indi. Artıq 23-cü dəqiqə edir. Və amma Araz saatlının yəni bu il, bu mövsüm məncə yəni ikinci liqada qalmaq olacaq. Çünki əgər 2 turdur ki komanda belə uduzsa, onda biz deməli növbəti turlardadır. Yəni onların Araz saatlının uduzmağını görə bilərik. Amma mənə qalanda Araz saatlı Şəhriyar Əliyevin dövründə çox gözəl oynayırdı. İstər birinci liqa olsun, istər ikinci liqa olsun. O qədərdən sonra komandanın oyun ruhu, oyun sistemi çöküb. 5 turdan sonra onsuz da bu baş məşqçi də gedəcək, onsuz da bəllidir. Amma Şəhriyar Əliyevin dövründə həqiqətən çox gözəl oynayırdı Araz saatlı komandası. İndi qapıdan zərbə ilə Şekisitin oyunçuları topu meydana daxil etdi. Artıq oyunun 24-cü dəqiqəsidir. Amma Şekisitiyə həqiqətən halal olsun ki, yəni kiçik büdcə ilə yəni Türkiyədən qapıçı transfer eləyiblər. Yəni qapıçı yox, amma baş məşqçi postuna qapıçılar üzrə köməkçi məşqçini Türkiyədən transfer eləyiblər, amma halal olsun. Həqiqətən bravo. Araz saatlıya yenə qayıdıram, çünki Araz saatlı komandası ruhu dirçəlmişdi. Yəni nə cür baxımdan ruhu dirçəlmişdi? Yəni Şəhriyar Əliyevin dövründə komanda iradəsi var idi. Amma o sanki o gedəndən sonra indi nə iradə qalıb, nə yəni oynamaq ruhu qalıb. Hamısı elə bil yəni çökməyə doğru gedib. Siz də bizim YouTube kanalımıza abunə olun ki, sabah Ağdaş Şirvan oyununu sizlərə təqdim eləyəcəyik. Lapas 5-ci qol gəlir deyəsən. Əla. Pas versə qolun yarısı deməkdir. Penalti yenidən olacaq deyəsən, yoxsa sarı verəyə.
Oo, deyəsən yenə də penaltı izləyəcəyik. Oy 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 oy. Oy 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 oy. 2 dəfə artıq penaltı epizodu yaranıb artıq. Deyəsən Şeki City ikinci qələbəyə doğru addımlayır. 26-cı dəqiqə artıq yekunlaşır. 26-cı dəqiqədə növbəti penaltı vuracaq Şeki City komandası. Və gol! 5-0. 5 golun müəllifi də Cavid İmanverdiyev. Bravo! Artıq Aras saatlı darmadağın olunur. Yəni oyun baxımından darmadağın olunur, amma yəni nə cür deyim? Çünki belə oyun tərzi ilə ancaq çempionatda qalmaq olacaq. Bu yeni gələn başlayıcı heç Şeki City'ni düzgün analiz eləməyib, amma Şeki City'nin başlayıcı korpusla, yəni başlayıcı korpusuna bax. Yəni Aras Saatlını düzgün analiz edib. Yəni ki, birinci başlayıcı seçimində düzgün başlayıcı seçməliydiniz ki, komanda en azından normal, yəni minimal işin öhdəsindən gələ bilərdi. Mais Həsənov həm də Revan komandasında da çalışıb. Yəni Şeki City komandasına gəlməmişdən qabaq. Artıq oyunun sonlarıdır. Asta-asta oyunun 2də 1 hissəsini geridə qoyduq. Və hakim bildirir qayda pozulub. Yox, qayda pozulmayıb, sadəcə yerdə oyunçu qalıb. Görək. Yəni heç olmasa mən, yəni en azından mən şəxsən özüm Aras Saatlıdan yəni bu il çox şey gözləyirdim ki, yəni heç olmasa komandanın baş məşqçisi normal olacaq, heç olmasa komanda mükafatçılar sırasına oynayacaq, amma yəni gəl gör ki, komanda yəni nə vəziyyətdədir. Həm də maliyyə, yəni imkanları biraz aşağıdır. Və 5-ci gol deyəsən 6-cı gol gələcək. Və aha, topu uzaqlaşdıra bildilər. Artıq 30-cu dəqiqəyə daxil oluruq. Oyunun 3də 1 hissəsinə doğru addımlayırıq. Yəni mən ən çox şəxsən deyim ki, mən Aras Saatlıdan çox şey gözləyirdim. Gözləyirdim ki, yəni keçən mövsümdəki səhvləri yəni bu komanda eləməyəcək, amma belə görsənir ki, komanda yəni bu cür səhvlərə davam eləyir. Yəni deyəsən yerdə qalan oyunçular, yəni belə gözləyirdim ki, yəni o səhvləri eləməyəcək. Normal yəni büdcə ayrılacaq həm transferlərə, həm yəni normal baş məşqçi seçiminə, amma belə görsənir ki, klub günü-gündən yəni aşağı səviyyəyə doğru gedir. Bir klub var, yəni yuxarı səviyyəyə doğru, amma bir komanda var, aşağı səviyyəyə doğru gedir. Yəni əgər bir komanda yaratmışsınızsa, istər Aras Saatlı olsun, istər digər klublar olsun, bir əgər klub yaranıbsa, o klubun arxasında dayanmaq lazımdır. Yalandan mənəm deyib
yani çempionatda qalmaq uğrunda oynamaq lazımdır. Və qapçı yerindədir. Yani durup buradan mənəm deməklə iş qurtarmır. Əgər istər Araz Saatlı olsun, istər Füzuli komandası olsun,